Salam, bugünkü mövzumuz Azərbaycan tarixindən Azərbaycan müstəqilliyinin bərpası mövzusudur. Azərbaycan müstəqilliyin 1991-ci ilin 18 oktyabrında bərpa edib. 20-ci əsrdə Azərbaycan xalqı 2 dəfə müstəqillik əldə edib. İlk müstəqillik 1918-ci ilin 28 mayında olub, ancaq bu müstəqillik təəssüflər olsun ki, uzun müddət çəkməyib. 1920-ci ilin aprel ayında Azərbaycanın müstəqilliyinə son qoyulmuşdur. Yenidən Azərbaycan 1991-ci ilin 18 oktyabrında öz müstəqilliyini bərpa etdi. Bilirik ki, 1990-cı ilin 20 yanvarında Qanlı Yanvar hadisəsi törədilmişdir. 1990-cı ilin 20 yanvar Qanlı hadisəsindən sonra Moskva Azərbaycanda hakimiyyətə Ayaz Mütəllibovu gətirdi. Əbdürrahman Vəzirov vəzifəsindən uzaqlaşdırıldı. 20 yanvar hadisəsindən sonra 1990-cı ilin yanvarında Ayaz Mütəllibov Azərbaycan Komünist Partiyasının birinci katibi seçildi. 1990-cı ilin may ayında isə Azərbaycan Ali Soveti prezident vəzifəsini təsis etdi və Ayaz Mütəllibov Azərbaycan Respublikasının ilk prezidenti seçildi. 1991-ci ilin fevralın 5-də Azərbaycan Ali Soveti mühüm qərarlar qəbul etdi. Bu qərara əsasən Azərbaycan SSR-in adından Sovet Sosialist sözü çıxarıldı. Azərbaycan SSR rəsmən Azərbaycan Respublikası adlandırıldı. Azərbaycan SSR-nin Azərbaycan Respublikası adlandırılması 1991-ci ilin 5 fevral tarixinə aiddir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş 3 rəngli bayraq Azərbaycanın rəsmi dövlət bayrağı kimi təsdiq edildi. 1991-ci ilin martın 14-də Azərbaycanda SSR-nin saxlanması haqqında referendum keçirildi. Lakin bu zaman Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu referendumda iştirak etmədi. Bu referendumu boykot etdi. İştirak etməmək haqqında qərar qəbul etdi. Bunun nəticəsində Azərbaycan Demokratik Qüvvələrinin səyi nəticəsində də Azərbaycan da bu referendumda iştirak etmədi. 1991-ci ilin avqustunda SSR-də mühafizəkarlar SSR-nin dövlət başçısı olan Qarbaçovu hakimiyyətdən uzaqlaşdıraraq Dövlət Fövqəladə Vəziyyət Komitəsi yaratdılar. Bu komitə hakimiyyəti ələ keçirdi. Bu komitənin hakimiyyəti ələ keçirməkdə başlıca məqsədi SSR-ni iflasdan qurtarmaqdan ibarət idi. SSR-nin əvvəlki siyasi gücünü bərpa etmək istədilər. Lakin demokratik qüvvələrin birləşməsi nəticəsində çevrilişin qarşısını almaq mümkün oldu. 1991-ci ilin avqustunda da Azərbaycanda da demokratik hərəkat Moskvada baş vermiş mühafizəkar qiyamına qarşı etiraz mitinqlərə başladı. Bu zaman Azərbaycanın bir sıra ərazilərində mitinqlər keçirildi. Bakıda Nizami meydanında, Azərbaycan Xalq Cəbhəsi binası qarşısında, Azadlıq meydanında və Naxçıvanda mitinqlər keçirildi. 1991-ci ilin avqustunda keçirilən mitinqlərdə əhali nəyi tələb edirdi? Əhali Respublikada prezident seçkilərinin dayandırılmasını tələb edirdi. Həmçinin Ali Sovetin buraxılmasını, Komünist Partiyasının ləğv edilməsini tələb edirdi. Həmçinin Respublikada fövqəladə vəziyyətin ləğv edilməsini irəli sürürdü. Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycanın suveren hüquqlarının təmin olunmasını tələb edirdi bu mitinqlərdə Azərbaycanlı əhali. Azərbaycan Ali Soveti 1991-ci ilin 30 avqustunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyannaməni qəbul etdi. 1991-ci ilin sentyabrında ölkədə prezident seçkiləri keçirildi. Bu zaman prezident seçkiləri ərəfəsində seçicilər üçün yaş həddi gətirildi, namizədlər üçün yaş həddi gətirildi. Bunun nəticəsində Heydər Əliyevin seçkilərdə iştirak etməsinə imkan verilmədi. Bunun nəticəsində 1990 sentyabrın 8-də Ayaz Mütəllibov yenidən Azərbaycan Respublikasının prezidenti seçildi. 1991-ci ilin sentyabrın 14-də Azərbaycan Komünist Partiyasının fəaliyyəti dayandırıldı. Nəhayət 1991-ci ilin
Oktyabrın 18-də Ali Sovetin sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildi. Konstitusiya aktına görə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Azərbaycan Respublikası özünü AXC-nin varisi elan edildi. Üçüncü Respublika dövrü başladı. Bilirik ki, 20-ci əsrdə ölkəmizdə 3 Respublika dövrü olub. Birinci Respublika dövrü 1918-1920-ci illəri əhatə edir. İkinci Respublika 1920-1991-ci illəri. Üçüncü Respublika isə 1991-ci ildən başlamış Respublika dövrüdür. İndiki Respublikamız 3-cü Respublika dövrü hesab edilir. 1991-ci ilin dekabrın 8-də Rusiya, Ukrayna və Belarus rəhbərləri Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında müqavilə bağladı. Bununla da SSR-nin varlığına son qoyuldu. 1991-ci ilin dekabrın 25-də Qarbaçovun istefa verməsi ilə SSR-i hüquqi cəhətdən öz dövrünü başa çatdırdı. Azərbaycan Müstəqil Dövlətlər Birliyinə 1993-cü ilin sentyabrında üzv olub. 1991-ci ilin dekabrın 29-da Azərbaycanda keçirilən referendumda xalq yeşilliklə Azərbaycan Respublikasının dövlət müstəqilliyinə tərəfdar çıxdı. Azərbaycan Respublikasının dövlət rəmzlərinin qəbul olunmasına da baxaq. 1995-ci ilin 5 fevralında Azərbaycanın dövlət bayrağı qəbul edilib. 1992-ci ilin 27 mayında dövlət himni qəbul edilib. 1993-cü ilin yanvarında isə dövlət gerbi qəbul edilib. Xarici siyasət Azərbaycan Respublikası 1991-ci ilin oktyabrın 18-də müstəqillik qazandıqdan sonra qarşısına qoyduğu ilk məqsəd Azərbaycanın müstəqilliyini möhkəmləndirmək və Azərbaycan Respublikasının müstəqilliyini beynəlxalq arenada tanıtdırmaq və möhkəmləndirməkdən ibarətdir. Ona görə də Azərbaycan buna uyğun siyasət yeridirdi. Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk olaraq 1991-ci ilin noyabrın 9-da Türkiyə tərəfindən tanınmışdı. Hələ Azərbaycan Xalq Cümhuriyyətinin də ilk müstəqilliyi 1918-ci ilin iyununda yenə türklər, o zamanki Osmanlı dövləti tərəfindən tanınmışdı. 1991-ci ilin sonlarında isə Rumıniya, Pakistan, İsveçrə və İranda Azərbaycan Respublikasının müstəqilliyini tanıdı. Bu da mühüm əhəmiyyət kəsb edən hadisələrdən biridir. Bilirik ki, 1990-cı ilin əvvəllərindəki hakimiyyət mübarizəsi xarici siyasətin uğurla aparılmasına imkan vermədi. Hətta bu zaman ABŞ Konqresi erməni lobbisinin təzyiqi ilə Azərbaycanı Ermənistanı blokada almaqda günahlandırdı və 1992-ci ilin oktyabrında qəbul etdiyi Azadlığı Müdafiə Aktına edilən 907-ci düzəlişə əsasən ABŞ-ın ölkəmizə birbaşa və dolayısıyla hər cür yardımı qadağan edildi. Hətta Azərbaycana humanitar yardım belə qadağan edildi. Azərbaycan Respublikası müstəqilliyin qəbul etdikdən sonra bir sıra beynəlxalq təşkilatlara və qurumlara üzv olmuşdu. Azərbaycan Respublikasının daxil olduğu ilk beynəlxalq təşkilat İslam Konfransı təşkilatıdır. 1991-ci ilin dekabrında Azərbaycan İslam Konfransı təşkilatına üzv qəbul edilib. 1992-ci ilin fevralında İqtisadi Əməkdaşlıq Təşkilatına, 1992-ci ilin martında Birləşmiş Millətlər Təşkilatına, 1992-ci ilin iyulunda Avropa Təhlükəsizlik Əməkdaşlıq Müşavirəsinə üzv olub. 1993-cü ildən Azərbaycan Türk Soyun üzvüdür. 1993-cü ilin sentyabrından Müstəqil Dövlətlər Birliyinin üzvüdür. 1997-ci ilin oktyabrından GÜAM təşkilatının, GÜAM hansı təşkilatdır? Ölkələrin baş hərfləri ilə Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova iqtisadi və nəqliyyat təşkilatıdır. İqtisadi bir təşkilatdır. 1998-ci ildə Böyük İpək Yolu təşkilatına, 2001-ci ildə Azərbaycan Avropa Şurasının üzvüdür. 2011-ci ildə Azərbaycan bloklara qoşulmama hərəkatına üzv olmuşdur. Hətta 2009, 2019, 2024-cü illərdə bu hərəkata rəhbərlik etmişdir. 2012-ci ildə Azərbaycan Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurasına da üzv qəbul edilmişdir. Ayaz Mütəllibov 1990-cı ilin əvvəllərində ölkədə dedi, vəziyyət gərgindir. Ayaz Mütəllibov
və ətrafı Qarabağda vəziyyəti nəzarətə ala bilmirdi. Həmçinin bu dövrdə Rusiyanın əsas məqsədi öz mövqelərini yenidən Azərbaycanda möhkəmləndirməkdən ibarət idi. 1992-ci ilin əvvəlində ermənilərin işğalçılıq siyasəti və 1992-ci ilin fevralında törədilən Xocalı faciəsi ölkədə siyasi vəziyyəti daha da gərginləşdirdi. 1992-ci ilin martın əvvəllərinə qədər ölkə əhalisi Xocalıda törədilən hadisələrdən xəbərdar olmadı. 1992-ci ilin martın əvvəllərində Ali Sovetin binası qarşısında mitinqdə xalqın tələbi ilə 19 martın 5-6-sında Ali Sovetin sessiyası keçirildi. Bunun nəticəsində parlament Ayaz Mütəllibovun istefasını qəbul etdi. Bundan sonra parlamentin sədri Yaqub Məmmədov prezident vəzifəsini icra etməyə, səlahiyyətlərini müvəqqəti icra etməyə başladı. 1992-ci ilin mayın 8-də Şuşanın işğalı ilə ölkədə yenidən hakimiyyət böhranı yarandı. 1992-ci ilin mayın 14-də Ayaz Mütəllibov tərəfdarlarının köməyi ilə yenidən hakimiyyətə qayıtdı və bir sıra tədbirlər gördü. Hansı tədbirləri gördü? Ölkədə fövqəladə vəziyyət tətbiq etmək haqqında fərman verdi. Siyasi azadlıqlarının məhdudlaşdırmaq haqqında fərman verdi. Ayaz Mütəllibovun hakimiyyətə qayıtmasından qəzəblənən demokratik qüvvələr mayın 15-də AXC-nin qərargahı qarşısında mitinqə başladı. Bu zaman Heydər Əliyev və Elçibəyin başçılıq etdiyi AXC rəhbərliyi bəyanatında Ayaz Mütəllibovun konstitusiya zid rejimini tanımadı, hakimiyyətə yenidən qayıtmasını tanımadı. Demokratik qüvvələr strateji əhəmiyyətli obyektləri, müəssisələri ələ keçirdilər. Nəticədə Ayaz Mütəllibov ölkəni tərk etdi. 1992-ci ilin mayın 18-də Laçının işğalı ilə hakimiyyət böhranı yeni mərhələyə qədəm qoydu. 1992-ci ilin mayın 18-də Ali Sovetin sessiyasında mayın 14-də qəbul edilən qərarların doğru olmadığı elan edildi. Ali Sovetin Milli Şurası Milli Məclis adlandırıldı. Milli Məclis parlament səlahiyyətlərinə malik oldu. İsa Qəmbərov Ali Sovetin sədri seçildi və prezident səlahiyyətlərini müvəqqəti icra etməyə başladı. 1992-ci ilin iyunun 7-sində ölkədə prezident seçkiləri keçirildi. Keçirilən seçkilərdə Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy prezident seçildi. 1992-ci ildə iyununda prezident seçildi. Azərbaycan Xalq Cəbhəsi bir il hakimiyyətdə olmuşdu. Azərbaycan Xalq Cəbhəsi hökumətinin bir illik hakimiyyəti dövründə bir sıra mühüm tədbirlər görüldü. Dövlət quruculuğu sahəsində addımlar atıldı. Ordu və vahid komandanlığın yaradılması üçün tədbirlər görüldü. Ölkənin pul vahidi manat dövriyyəyə buraxıldı. İlk test imtahanı tətbiq edildi. Rus ordusu Azərbaycandan çıxarıldı. Bu dərsimizlə bağlı bu qədər.